Əziz sürücülər, durmanın qadağan edildiyi ərazidə dayanmaq qadağan deyil. Buna görə kimsə sizə cərimə yaza bilməz. Bu nişanın təsir sayəsində sən sərnişinə mindirə bilərsən, sərnişinə düşürə bilərsən, yük yığıb boşalda da bilərsən. Digər məqsədlər qadağandır. Yəni durmalar qadağandır. Sənin səhv etdiyin bu nişandır. Bax, bu nişanda nə sərnişin mindirmək, nə sərnişin düşürtmək, nə yük yığmaq, nə yük boşaltmaq heç bir nəqliyyat vasitəsinə icazəli deyil. Olmaz. Nə avtobus, nə minik avtomobili, nə yük, heç əlillər belə bu nişanın təsir sayəsində dayana dura bilməz. Bəs avtomobilimizi harada dayandıraq, harada durduraq? Əgər dayanma durmanın qadağan edilmədiyi yersə, avtomobili yolun çiynində, yaxud səki varsa bu qaydada səkinin qırağında paralel vəziyyətdə bir zərgidə dayandırıb durdura bilərik. Buna görə bizə kimsə cərimə yaza bilməz. Əgər yerdə nişanlama xətti bütövdürsə, həmin üfüqi nişanlama xətti, o xəttlə aramızda 3 metrdən yaxın məsafə saxlamayaq. 3 və daha artıq məsafə olsun ki, arxadan gələn avtomobillər bizim yanımızdan keçib gedə bilsin. Məsələn, qara avtomobilə baxın, avtomobilin yanından rahat keçib gedə bilir. Amma da yolun solunda bu qaydada dayanmaq da olmaz, çünki bu əksdə dayanmış olur. Sağda olar. Parklanma yerinə daxil olmaq tələbi yoxdur. Əgər həmin ərazidə parklanma yeri varsa, oraya girib avtomobili daha uzun müddətli duracağa qoya bilərik. Amma yoxdursa, yaxud varsa, biz yolun qadağan olunmayan ərazisində də dayanıb dura bilərik. Sürücü həmin məqsədlər üçün ya parklanma yeri bu nişanla işarələnmiş, ya da dincəlmə yeri ilə işarələnmiş yerdə də avtomobili duracağa qoya bilər. Bəzən parklanma yerləri duracağa qoyulma üsulları ilə göstərilir. Məsələn, 761, 769-a qədər əlavə lövhəciklərdir, hansı ki, bu qaydada avtomobili saxlamalıyıq. Bu qaydada göstəriş yoxdursa, sürücü avtomobili səkiyə çıxarıb qoysa, 60 manat 2 bal cərimələnər. Amma bu nişanlar olsa, sürücü avtomobili səkiyə çıxara bilər. Bu formada. Əgər səkiyə təmas varsa, məsələn, əgər bu qaydada səkiyə təmas olsa belə, yadda saxlayın ki, kütləsindən asılı olmayaraq yük avtomobilləri və avtobusları səkidə saxlamağı qadağandır, olmaz. Səkidə saxlaya bilər minik avtomobilləri, motosikletlər, mopedlər, kiçik elektrik nəqliyyat vasitələri. Bunu belə yadda saxlayın. Və ikinci məsələ, durmaq qadağan edilən ərazidə dayanmaq olar. Yəni adam mindirib düşürə bilərsən, yük yığı boşalda bilərsən. Bu manevrlər qadağan deyil. Digər məqsədlər olmaz. Məsələn, kimsə gözləmək, söhbət etmək, avtomobildə oturub yatmaq və s. Bunları qadağan edir. Amma sənin qarışdırdığın bu nişandır. Dayanmaq qadağan edilən yerdə heç bir şey olmaz. Heç əlillər belə burada dayana bilməz. Nə yük yığmaq, nə yük boşaltmaq, heç bir manevr, yəni heç bir hərəkətsiz vəziyyətə gəlmələr üçün məqsəd qadağandır. Bunlara icazə verilmir. Bəs bu qadağan olunan bu ərazilər, dayanmaq, durmaq haralara qədər qüvvədədir? Ya harda nişan əhəmiyyətini itirir? Əgər nişan qarşıda bir yol ayrıcı varsa, yol ayrıcına qədər qüvvədədir. Yəni nişan qoyulan yerdən